Mən Ərbəyin səfərinə Qazaxıstandan qatılıram. Artıq 3-cü səfərimdir və 3-cü olmağına baxmayaraq hər dəfə bu yolda yeni bir şey öyrənirəm. Bizim ustadımız da deyirdi ki, Ərbəyin yolu Quran ayələrinə bənzəyir. Həqiqətən də buna hər dəfə şahid oluram. Çünki burada hər dəfə yeni bir şey öyrənirsən və çalışırsan ki, öyrəndiyinə əməl eləyəsən. İllər öncə tanıdığım zəvvarlardan biri Kərbala ziyarətinə qayıdandan sonra bir əməldən vaz keçmişdi də, bir pis əməldən və mən ondan soruşdum ki, sənə Kərbalada mı başa saldılar, sən onu eləmədin? O mənə deyir ki, xeyr, mənə heç ki başa salmadı, mən özüm. Onda çox təəccüblənmişdim ki, insan necə ona moizə olunmadan nəyisə tərk eləyə bilər. Amma bura gələndən sonra anladım ki, burada hər şey sənə elə moizə eləyir. Getdiyin yol, daş, divar, hər bir şeydə, atdığın hər addım sənə nəyisə öyrədir, səbri öyrədir, sədaqətli olmağı, İmam Hüseynə bağlı olmağı, bu yolda vəfalı olmağı öyrənirsən.